Здравствуйте, дорогие ребята! Мы будем сегодня посмотреть с вами сегодняшний выпускного экзамена азербайджанский язык для русского сектора. Значит, для того, чтобы ответить первые 4 вопроса, мы должны прослушать текст. Но текста у нас сейчас нету, и для этого мы должны начинать с 5-м вопросом. Начинаем. İşte uşaqlar, demək 5-ci sualdan etibarən bu tipli izahlar tez-tez gəlməyini istəyirsə, dəstək olmaq üçün abunə olmağı və videolarımızı paylaşmağı unutmayın. İndi isə gəlin baxaq suallarımıza. Demək, birinci sualda deyir ki, hansı cümlədə sonra sözü zərfdir? Zərf kimi işlənmişdir. Demək, zərf neydi uşaqlar? Narrative idi bildiyiniz kimi. Demək, sonra sözü bilirik ki, həm predlog kimi işlənə bilir, qoşma kimi işlənə bilir, həm də zərf kimi işlənə bilir. Baxaq, əgər uşaqlar yadınızda saxlayın ki, sonra sözü müstəqildirsə, yəni dan-dən çıxışlıq şəkilçili, çıxışlıq hal şəkilçili sözdən sonra qoşulubsa, bu zaman bu predlog olacaq, yəni qoşma olacaq. Səhərdən sonra, dərsdən sonra gələrsən. Nə zaman gələrsən? Dərsdən sonra. İkisi birlikdə bir suala cavab verir, amma burada sonra sözü qoşmadı. Sonra gələrsən. Məsələn, müstəqil işlərdə artıq nə zaman gələrsən, sonra özü təklikdə sual cavab verdiyi üçün olur zərf. Dünən Bakıda yağışdan sonra, bax, dan sonra, çıxışlıq hal sözü sonra gəlib. Demək, bu nədir? Qoşma. Getdi. Səndən sonra, bax, dan-dən, yenə sonra. Qurtardıqdan sonra, dan-dən, sonra. Yeni qərar bu barədə işçilərə sonra danışılacaq. Nə zaman danışılacaq? Sonra danışılacaq. Burada artıq müstəqil zərfdir. Dərsdən sonra, bax, dandan, sonra. Yəni, dan-dən şəkilçili sözdən sonra gəlirsə, olur, zərf olur. Demək, 5-də cavab nədir? B variantı. Hansı cümlədə vergül işarəsini və bağlayıcısı ilə əvəz etmək olmaz? Gəlin, baxaq. Fuad dəftər və qələm almaq üçün, bax, dəftər və qələm almaq üçün mağazaya getdi, oldu. Səlimi çağır gəlsin və problemi həll etməyi ona tapşır. Olar, eləmi? Dostumu çağırdım və layihə üzərində birlikdə işləməyə başladıq. Yenə olar. Sonra, payız gəldi və havalar soymağa başladı. Yenə alınır. Əgər yarış baş tutsa və bizi istədiyimizə nail ola bilərik. Görürsünüz, bura və alınır. Yəni, çox rahat bir sual. Sadəcə sən vələri yerinə qoyursan, cümləyə baxırsan, görək məzmunca uyğun gəlirmi, yoxsa yox. Demək, 6 da nə olacaq? D variantı. Sonra, 7. Sözlərin düzgün ardıcılığı müəyyən cümlə quraq. Dağ gurultusu uzaqdan çayının eşidilirdi. Dağ gurultusu uzaqdan çayının eşidildi. Aha. Demək, dağ çayının gurultusu. Bax, çayının sözündəki yiyəlik hal şəkilçisini görsün. Bax, burada mənsubiyyət görsün. Demək, bunlar ikisi yan-yana olmalıdır. 2-dən 4 yan-yana olmalı. Çayın gurultusu eşidilirdi. Hardan? Uzaqdan. Uzaqdan dağ çayının, çayda nə çağıdır? Dağ çayı. Dağ çayının gurultusu demək eşidilirdi. Gurultu uzaqdan. Demək, uzaqdan bura qoydum. Elə birdən başladıq. Uzaqdan dağ çayının gurultusu eşidilirdi. Eləmi? Demək, 3, 1, 2, 3, 1, 4, 2, 5. 4, 2, 5. Bu şəkildə cavabımız olur. Burada C variantı. Sonra, hər il istifadə olunan prototiplərdən biridir. Yəni, sizin Azərbaycan dilində cümlə qurma qabiliyyətinizi bir növ yoxlayır. Uzaqdan tünd yaşıl köynəyi seçilir cümləsində hansı söz yazılmışdır? Bilirik ki, uzaqdan olur bu, eləmi? Tünd sözü də tünd. Rəng bildirən sözlərlə işlənir və neyniyyət defisdən yazılır. Tünd yaşıl. Demək, tünd yaşıl defisdən uzaqdan 1, 2 cavabın olacaq. D variantı. Demək, hansı cümlədə mənsubiyyət şəkilçili söz var? İnsanların ehtiyacı. Bax, insanların yiyəlik ehtiyacı sözündəki mənsubiyyət şəkilçisi var. 1.
Güneşin şüası gözlerini qamaşdırdı. Burada da var şüası. Birinci təklifi ona hər kəs bəyəndi. Birinci təklifi, onun təklifi hər kəs bəyəndi, alınır. Bax, iyi şəkilçili sözün qarşısına sən onun qoya bilirsənsə, o zaman o olacaq mənsubiyyət. Amma qoyamırsansa hal şəkilçisidir də. İdman adamı gümrah saxlayır. İdmanın adamı deyil ki. Demək, kimi gümrah saxlayır? İdman adamı gümrah saxlayır. Yəni, kimi adamı? Nə idman? Bunlar fərqlidir, ayrı-ayrıdır. Bala, mənə baxma. Sən hələ gəncsən, cavansan. Burada da yoxdur. Yazın gəlişi. Bax, bu gəlişi sözündəki iyi mənsubiyyətdir. 1, 2, 6 cavab cavabdır. Uşaq yaxşı yazır. Biri tabiri mürəkkəb cümlədir. Deməli, yaz gəlir, təbiət yaşıl libasını geyinir. Vergüldən istifadə olunursa, mən buraya 2 artırmalıyam, ya da sasə artırmalıyam. Tabiri mürəkkəb cümlə kimi olması üçün. Və yaxud da ki, 2-nin özü olmalıdır. Nazim işdən gəldi, uşaqları parka çıxardı. Kim? Nazim. Bu ümumiyyətlə mürəkkəb cümlə deyil. Eləmi? Bax, gəldi kim? Nazim. Uşaqları parka apardı. Kim? Nazim. Hər iki xəbər bir mübtədaya bağlı olduğu üçün bu həmcins xəbərli sadə cümlədir. Emin çörək yeyir, Eldar oyuncaqlar oynayırdı. Bu tabi mürəkkəb cümlədir. Bilirəm ki, bax, ki işlənib. Bu demək tabiri mürəkkəb cümlədir. Cavabın olacaq Y variantı. Tabesizlə tabeli necə fərqləndirir? Bax, uşaqlar, Emil çörək yeyir. Bunu sil. Nəsə bir problem yarandı? Xeyr. Yəni, bir cümlə digərinə asıl deyil. Amma bilirəm ki, arxasını gözləyirsən, elə deyil. Yəni, cümlə yekunlaşmır. Düşünürsən, görürsən, nə deyir, nəyi bilir bu? Yəni, cümlənin arxasını gözləyirsən. Bir cümlə o birisindən asıldır. Ona görə tabeli mürəkkəb cümlədir. Hansı cümlədə ara söz işlənmişdir? Modal sözün sintaktik vəzifəsi ara sözü edə bilirsiniz. Bax, deyəsən. Güman şübhə bildirən modal sözümüzdür. Cümlə sintaksdə o ara söz deyilik də biz ona. Cavabımız oldu Y variantı. Heç bir şəkildə istifadə etmədən hansı sözlərdən söz birləşməsi düzəltmək olar? Demək, heç bir sufiks olmasın. Sadəcə iki sözü yan-yana qoyub şey eləyə biləsən. Söz birləşməsi düzəldə biləsən. Gəlin baxaq. Demək, parça dərin parça olmaz, eləmi? Dərin zirvə olmaz, zirvə yüksəklikdir. Dərin quyu olar. Məsələn, 2-dən 4-ü eləyə bilirsən. Nazik parça olar. Eləmi? Parça nazik yox, nazik parça olar. 2, 4, 5, 1 cavab C variantı. Yəni digərlərini yoxlayaq. Məsələn, 2, 3-ü yoxla. Dərin zirvə olmaz. Eləmi? 2, 6. Dərin dağ. Dağ hündür bir şeydir. Necə dərin ola bilər? Parça 3. Parça zirvə əlaqəsi yoxdur. 4-dən 3. Quyu zirvə əlaqəsi yoxdur. Cavab oldu cavab. Yəni belə variantlardan gedib bunu tapmaq mümkündür. Sonra frazeoloji birləşmələri müəyyən edək. Könül vermək frazeoloji birləşmədir. Eləmi? Suda batmaq. İnsan həqiqətən suda batır. Bu frazeoloji birləşmə deyil. Ürəyi yanmaq. Ürək yanmır. Eləmi? Boynuna atmaq. Durub boynuna neysə atmırsan. Hədiyyə həqiqətən də verirsən. Yəni, ağlına batmaq, ağlına heç nə batmır. Topu atırsan, yardımda eləyirsən. Yəni, köməkdə edirsən. Ona görə bunlar həqiqi məna olduğu üçün frazeoloji birləşmə sayılır. 1, 3, 4, 6 cavabın olduğu B variantı. Zarafatçıl sözünün quruluşca növünü və hansı nitq hissəsini müəyyən. Bax, zarafat burada korindir, cıldır burada bunun sufiksidir, eləmi? Sual ver. İnsan, necə insan? Zarafatçı insan. Какой? Как? Oldu. Прилагательный, yəni sifət. Sifətdir və sufiks də var deyə olur düzəltmə söz. 14-də də cavabımız olacaq. Y variantı. Belə. İndi mətnlərə baxaq. İlk mətnimizi gəlin oxuyaq. Yolun kənarında bir alma ağacı var idi. O, hər il bol məhsul gətirir, yanından ötüb keçənləri sevindirirdi. Ancaq boyu balaca idi. Uşaqlar çox vaxt onun budaqlarını sındırır, meyvələrini kal halda dərir, məhsul zayıdırdılar. Bu isə alma ağacını narazı salırdı. Payızın ortaları idi. Alma ağacı bu il insanlara daha dadlı, bol vitaminli, ətirli
almalar bəxş etmək üçün biraz böyümək, ucalmaq qərarına gəldi. O budaqlarını günəşə doğru uzatdı. Yağış sularından içir, daha da qol budaq atdı. Uşaqların əli çatmayan yüksəklikdə meyvələrini yetişdirməyə başladı. Uşaqların əli çatmayan yüksəklikdə meyvələri yetişdirməyə başladı. Almalar yavaş-yavaş böyüyər, şirəli hala gələr, getdikcə ağırlaşardı. Günlər keçdikcə onun budaqları yerə doğru əyilir, sanki insanlardan kömək istəyirdi. Amma əlləri ağacın meyvələrinə çatmayan insanlarda ağaca qarşı bir laqeydlik yaranmışdı. Heç kim düşünmürdü ki, biçarə alma ağacı bu ağırlığa çox çətinliklə tab gətirir. Bir gün onun ağrı acısını duyan külək alma ağacına pıçıldadı. Gəl bu ağırlıqdan səni xilas edim. Fədakarlıq gözəldir, ancaq sınsan artıq heç kimə fayda verə bilməyəcəksən. Alma ağacı küləklə razılaşır. Bu ağırlıqdan xilas olmaq üçün külək ona kömək edir. O var gücü ilə silkələnir və məhsulunu yerə səpələyir. Ötüb keçənlər dadlı, ətirli almalara qonaq olurlar. Uşaqlar yığıb evə aparırlar. Quşlar bu yetişmiş şirəli meyvələri dimdikləyib yeyir. Özündə getdikcə yüngüllük hiss edən alma ağacı çox sevinir. Çünki istəyinə çatmışdı. Demək, bədii mətnimizdə gördüyünüz kimi məcazilik, obrazlıq üstünlük təşkil edir. İndi isə gəlin baxaq suallara. Mətndə üzərində rəqəm yazılmış hansı sözlər məcazi mənadadır? Demək, üzərində rəqəm yazılmış sözlər gəlin baxaq. Demək, budaqları sındırır. Budaq həqiqətən sınır. Eləmi? Qərara gəlmək məcazidir. Narazı salmaq məcazidir. 2-3-ü götürürsən. Demək, getdikcə ağırlaşırdı, həqiqidir, eləmi? Tab gətirmək də məcazidir. Demək, burada səndə nə olacaq? 2, 3 və 5, yəni cavabın olacaq A variantı. Sonra, mətndəki hadisənin ardıcıllığını müəyyən edin deyir. Alma ağacının qərarı, ilk olaraq alma ağacının narazılığı idi. Narazılıq nə idi? Uşaqlar kal halda meyvələr yeyirdi, eləmi? Məhsul zayi olurdu. Yəni, narazılığı bu idi. Alma ağacının narazılığıyla başlayırsan ardıcıllığa. Ona görə də sənin qalır sadəcə 2 variantı. Alma ağacının fədakarlığı isə uşaqlar sonlara yaxın idi, elə deyil. Yəni, sən dərhal alma ağacının fədakarlığını qoya bilərsənmi arxasınca? Gəlin baxaq, bax. Demək, alma ağacını narazı salırdı, eləmi? Bu insanlar daha da bol vermək, bəxş etmək üçün biraz böyümək, ucalmaq qərarına gəldi. Bax, deyir ki, alma ağacının qərarı görsən, yəni narazılıqdan sonra nə gəlir? Qərar gəlir. 5-dən sonra sən qoyacaqsan 1-i və sənin artıq cavabın çıxır. 4, alma ağacının xoşbəxtliyi də ən axırıncı idi, elə deyil. Demək, fədakarlıq eləyir, sonra küləyin tövsiyəsi, ən sonunda da almalar tökülür və deyir ki, yüngülük hiss edən çox sevinirdi, ən axırıncı da sevinməkdir. Əslində 5-dən 3-ü tapsan, çox rahat həll edə bilirsən. Yəni, xoşbəxtlik ən sonunda bax, çox sevinirdi, narazılıq da ilkdir. Yəni, 5-dən 3-ün yerini tapanda artıq sənin cavab variantın çıxır. Demək, 16-da da cavab olacaq, C variantı. Türk qaraqlarla verilmiş hansı söz kontekstinə görə əvəzləmək mümkün deyil. Ağrı acısını, demək, harada da ağrı acısını. Bir gün onun ağrı acısını duyan, onun əziyyətini duyan olar. Eləmi? Biçarə, heç kim düşünmür ki, biçarə alma ağacı, lazımsız alma ağacı qəti əlaqədir. Biçarə nədir? Köməksiz qoya bilərsən də. İstəyinə məqsədində çatmışdı, olar. Kal idi, yetişməmiş olur. Zay xarab, məhsul zay olur, məhsul xarab olur. Demək olur. Sonra insanlar alma ağacına nə üçün laqeyd yanaşırdılar? Çünki neçə ildir ki, bar gətirmirdi, xeyr, hər il bar gətirirdi. Meyvə dolu budaqları hündürdə idi, əlləri çatmırdı, onu yeyə bilmirdilər. Ona görə deyir ki, insanlarda laqeydlik göstərirdi. Cavab B variantı. Meyvələr gec yetişdiyi üçün xeyr, bərk deyildi, küləyin bütün meyvələri yerə töküb zay etmişdi. Tam tərsinə, insanlar onu istifadə etməyə başlamışdı küləkdən sonra. Sonra, hansı nümunə mətnin əsas ideyasına uyğundur? Ağac bar verdikcə başını aşağı əyər, əlaqə yoxdur. Bir inci saflığı varsa suda artıq içəndə o da dərd verir.
Ən dadlı meyvə vaxtında yetişəndə məqsədə gedən yol fədakarlıq. Bax, bəli. Alma ağacı öz məqsədinə çatdı, ona görə fədakarlıq etməli oldu. Yəni fədakarlıq etdiyi üçün məqsədinə çatmışdır. Hansı fikir küləyin itkini tamamlaya bilər? Paxıllıq etmə məhsuldan insanlarla bölüş. Bir dəqiqə. Külək almaqlı bıçaq. Gəl bu ağırlıqdan səni xilas edim. Fədakarlıq gözəldir, ancaq sınsan artıq heç kimə fayda verə bilməyəcəksən. Yenidən bar gətirmək üçün özünü qorumalısan. İnsanlar səni görəndə qədər səbirli olmalısan. Xeyr. Bu paxıllıq etmə düz deyil axı. Meyvə ağacı paxıllıq etmir axı. Yəni onun daha yüksəkdə bar gətirməsinin səbəbi insanlar bunu istifadə etməsin deyildi ki, elə deyil. Məhsul zay olurdu, qol budaqları sındırılırdı. Ona görə o yuxarıda bar verməyə başlamışdı. Yəni paxıllıq məsələsi deyil. Ona görə sən bunu qoya bilməzsən bura. Bax, yenidən bar gətirmək üçün özünü qorumalısan. Çünki nə deyir? Artıq heç kimə fayda verə bilməyəcəksən. Necə fayda verə bilər? Yenidən bar gətirmək. Da onun faydası elə deyil. Tam bura yaza bilirsən ki, heç kimə fayda verə bilməyəcəksən. Yenidən bar gətirmək üçün özünü qorumalısan. Ona görə cavabın olacaq 20-də A variantı. Sonra 21-də cədvəldədir, doğru fikirləri müəyyən edin. Səbəb, uşaqlar alma ağacı meyvələri vaxtından əvvəl dərir, onunla düzgün rəftar etmirlər. Bu alma ağacının barının bir hissəsinin yerə səpələnməsinin səbəbi bu deyildi. Bunun nəticəsi nə ola bilərdi? Alma ağacı daha yüksəkdə bar vermək qərarına gəldi. Bax, bu ola bilərdi. Amma burada başqa şey yazılır. Alma ağacı ağırlıqdan xilas olmağa çalışırdı. Sonra bu olar əslində. Ağacı ağırlıqdan xilas olmağa çalışırdı, ona görə də barın bir hissəsini yerə səpələdi. İstəyirdi ki, insanlar yetişmiş meyvələr qonaq olsunlar. Quşlar da, insanlar da bu nemətdən bəhrələnirlər. Xeyr, bunun əlaqəsi yoxdur. Bu nəticə barın bir hissəsinin yerə səpələnməsinin səbəbi nə idi? Ağırlıqdan xilas olmaq. 2 və 3 cavabın burada da D variantı olacaq. Demək, 2 yerdə burada şagird yanlışlıq eləmiş olur. Alma ağacı obrazına aid xüsusiyyət nə deyə bilərik? Fədakar idi, eləmi? Məqsədinə çatmaq üçün çalışırdı. Məqsəd yönlü idi. Yəni, bunları yaza bilərsiniz xasiyyət. Sonra Marco Polo mətninə gəlin baxaq. 18-ci, 13-cü əsrdə Avropada ipək, qızıl, ədviyyat və digər qiymətli mallara böyük tələbat var idi. Bu mallar şərqdən ipək yolu ilə gətirilir və baha satılır. Buna görə də tacirlər şərqə gedən yeni ticarət yolu tapmağa və şərqlə birbaşa əlaqə qurmağa can atırlar. Bu Hindistana dəniz yolunun axtarılması məsələsi və s. Bu məqsədlə Venesiyada tacirlərdən olan Marco Polo atası və əmisi Asiyaya səfər edirlər. Onlar 1271-ci ildə növbəti səfərə çıxarkən Marco Polonu özləri ilə apardılar. Marco Polo uzun illər Çində yaşayır və bir sıra şərq ölkələrini səyahət edir. Müxtəlif xalqlar və onların yaşayış tərzini müşahidə edir. O 1295-ci ildə vətəninə qayıdır. Bir neçə il sonra İtaliyada müharibə başlayır. Polo müharibədə iştirak edir və əsir düşür. Genuyada həbs olarkən Ruscello adlı bir yazıcı ilə tanış olur. Polo səyahətləri haqqında ona danışır. Yazıcı isə bu məlumatları fransız dilinə qələmə alır. Beləcə Marco Polo'nun səyahətləri adlı əsər yaranır. Bu əsər 1298-ci İtaliyada işıq üzü görür. Kitabda şərq ölkələri barədə ilk dəfə geniş məlumatların olması, həmçinin yazıcı tərəfindən obrazının sadə dildə yazılması onun qısa müddətdə məşhurlaşmasına səbəb olur. Avropalılar onun sayəsində kağız, pul, barıt və kompasın ixtirası ilə tanış olurlar. Bu əsərdə Marco Polo Azərbaycan qalaları ölkəsi bolluq diyarı adlanır. Azərbaycanı qalalar ölkəsi bolluq diyarı adlandırır. O Təbrizi zəngin ticarət mərkəzi kimi təqdim etmiş, müxtəlif ölkələrdən tacirlərin gəldiyini və ipək ticarətinin inkişaf etdiyini vurğulamışdır. O həmçinin Xəzər dənizi ətrafına çıxarılan və yanan qara maye, neft haqqında da məlumat verir. Kitabda şərq ölkələri barədə məlumatlar Avropalılar üçün yeni idi. Ümumilikdə Marco Polo'nun müşahidələri o dövrdə şərqin inkişaf səviyyəsinin yüksək olduğunu göstərir. Əla. Demək, nə deyir? Marco Polo səyahətləri kitabında yaranmasının hadisə nə? Kitabın yaranmasına əsas hadisə nədir? Əsir düşməsidir, elə deyil. Əsir düşür,
Sonra həbsxanada olur və orada o səyahətlərini danışır, bir nəfər də fransız dilində qələm alır. Yəni əsir düşməsəydi bu əsəri fransız dilində yazılmayacaqdı məsələn. Ona görə cavabım burada Marco Polo'nun müharibədə əsir düşməsidir. Yəni əsas səbəbi odur. Yəni şərait yaranır bu hadisəyə. Mətndə hansı suala cavab yoxdur deyir. Hansı dünya səyyahlar Marco Polo'nun kitabından bəhrələnmişdir? Dünya səyyahlar haqqında heç bir məlumat vermir. Eləmi? Marco Polo'nun əsərlərindən fayda alıb almamaqlarında məlumat yoxdur. Marco Polo səyahətləri adlı əsərdə hansı dildə yazılmışdır? Fransız dilində, eləmi? Avropa tacirləri nə üçün şərq ölkələrinə səfər edirlər? Bax burada deyir ki, ədviyyat, qızıl, ipək bunlara tələbat var idi. Ona görə, eləmi? Azərbaycanda Marco Polo'nun diqqətini cəlb etmişdir. Qalalar ölkəsi deyir, neft haqqında yazır, eləmi? Şərqin hansı ixtiraları barədə məlumat vermişdir? Bax deyir ki, onun sayəsində onlar kağız pul, kompas, barıtla tanış olurlar. Demək, şərqin bu ixtiraları var imiş də. Onlardan danışılır. Avropa. B. Demək, 24-də də cavabın olacaq A variantı. Mətndən bu qənaətə gəlmək olmaz. 13-cü əsrdə Təbrizdə beynəlxalq ticarət mərkəzi olmuşdur. Demək, Təbriz haqqında nədir? Zəngin ticarət mərkəzi, bəli. Bu qənaətə gəlmək olar. Ona yaxın bir söz deyir də. Sonra Marco Polo və ailəsinin şərqə səfər ticarət məqsədi daşıyırdı. Gəl baxaq, burada Marco Polo harda gedir? Bu məqsədlə, bəli, Venesiya tacirinin Marco Polo'nun atası bax, yeni ticarət yolu tapmağı və şərqlə birbaşa əlaqə qurmağa çalışırdılar. Elə deyil tacirlər. Bu məqsədlə gedir. Ticarət məqsədi var idi. Marco Polo şərqə ailəsi ilə birlikdə səfər etmişdir. Deyirək burada. Atası və anası Asiya səyahətidir, bəli, ailəsi var. Şərq mallarının satışı böyük qazanc gətirirdi Avropada. Kağız pul ilk dəfə Avropada istifadə olunmuşdur. Tam tərsinə deyir ki, Avropalılar kağız pulla tanış olur bu əsər haqqında, əsərin sayəsində. Əsər də harda yazılmışdı? Yəni neydən yazılmışdı? Şərqdə olanlar haqqında yazılmışdı. Deməli ilk dəfə şərqdə bu istifadə olunub kağız pul. Cavabın olacaq Y variantı. Verilmiş fikri mətnin neçənci abzasına əlavə etmək olar? Elə bulaqlar ki, gözündən çağlayan bol yağla 100 gəmini bir yerdə doldurmaq olar. Bu yağ yeməyə yaramır. Lakin yandırmaq üçün eləcə qaşınmadan əziyyət çəkən adamlar, bax bu yağ, yanan maye, bax bura məncə əlavə etmək olar bunu. Demək, neçənci abzasda? 6-cı abzas. Çünki neydən bəhs edir? Bax bu yanan mayədən bəhs edir, eləmi? Yağ kimidir, sadəcə yemək bişirməyə yaramır, sadəcə yanmaq üçün çox yaxşı, neftdən söhbət gedir də. Bu yağı daşımaq üçün uzaq yoldan insanlar gəlirlər, bəli, nefti daşımaq üçün uzaq yoldan insanlar gəlir. Cavabı nə olacaq? Bu da D variantı. Tünd qərəflərlə verilmiş sözdə işıq üzü görür. İtaliyada işıq üzü görür nədir? İtaliyada nəşr olunur da. Kitab İtaliyada nəşr olunur. Mətndə əsasən Avropalılar bu barədə ilk dəfə məlumat, bax kompas, eləmi? Kağız pul, ədviyyatlar zaten var idi, eləmi? Neft haqqını demir. Bax deyir ki, nə deyir? Kağız pul, barıt və kompasın ixtirası. Bu üç şey deyir. İndi barıt bura yazmayıb, sadəcə kağız puldan kompas yazıb. Ona görə 1, 4, 28-də cavabın olacaq A variantı. Üzərində rəqəm yazılmış hansı sözlər məcazi mənadadır deyir. Demək, gəl baxaq, üzərində rəqəm yazılmış. Can atmaq məcazidir, eləmi? Müharibə başlayır, həqiqidir. Marco Polo'nun özlərlə aparırlar, həqiqətən aparırlar da özlərlə bərabər. Bu da həqiqidir. 4 hardadır? Qələmə alır, bu məcazidir. Qələmə almaq, əsəri yazmaq mənasında da məşhurlaşmaq da həqiqi mənadır. Yəni buna görə cavab olacaq 1, 4, C variantı. Mətn əsasən cədvəl tamamlayır. У нас cədvəl нету. И все, закончим здесь. Belə uşaqlar, izahı yekunlaşdırdıq. Hər hansı bir sualınız varsa, rəy bölməsinə yazmağı unutmayın. Sağ olun, növbəti izahlarda görüşərik.